Yeni həftəyə başladıq. Hər birinizi salamlayırıq dostlar. Hər vaxtınız xeyirli olsun. Dalğa FM radiosu və Mədəniyyət Nazirliyi ilə birgə layihəmiz olan Sənətin Səsi davam etməkdədir. Bütün sənət aləminə səs salmaqda davam edirik. İsti yay günlərinin olmasına baxmayaraq çox maraqlı söhbətlərimiz studiyamızda çox sərindir. Bu arada gözəl Bakımızın mənzərəsini də seyr edərək sizi salamlayıram və bundan da çox böyük bir məmnunluq hissi keçirəm. Bakı dedikdə Bakı ab-havası yaşanan illər olub. Yəni Bakı caz şəhəri kimi tanınır. Bakı musiqisi deyilən bir anlam var. Bunu yəqin ki çoxları bilir. Musiqini dərindən bilənlər, musiqiyə dəyər verənlər bilir və sənətin səsində də biz hər zaman çalışırıq ki, bax bu müxtəlif janrları əhatə edək və bu gün isə həm də bir əsl şəhər musiqisi belə deyək də səslənəcək və Bakı musiqisi deyəndə, şəhər musiqisi deyəndə ötənlərin o Azərbaycan bəstəkarlarını bugün həm də mahnılarının cover versiyaları, yeni nəfəs verən sənət adamları var və onlardan biri bugün bizimlədir və çox məmnuniyyətlə təqdim etmək istəyirəm. Müğənni Ceyhun Bakinski bugün bizimlədir. Xoş gəlmisiniz. Xoş gördük. Bütün dinləyicilərimizi də salamlayıram. Hər birinə xoş istirahətlər. Bəli. Səhərinizi necə açırsınız? Bakını gəzirsiniz, dolaşırsınız, idmana çıxırsınız, yoxsa necə olur sizdə? Yox, idmana çıxmıram. Əsasən səhərlər mənim xarici ölkələrdən çox qonaqlarım olur. Aha. İndi bu bir ayda qonaqlar var İsraildən. Yəni onlarla çıxıram səhərlər, gəzdirirəm onları şəhəri, göstərirəm ora, dəniz qırağına aparıram. Amma özümə qalanda özüm vaxt çatdıra bilmirəm çünki gec yatıram. İşlə əlaqədar olaraq sənət adamları bilirik ki, daha gec oyanırlar da belə deyə. Bəli, yox, amma efirlər olanda, dəvət alanda tez dururam, çalışıram, tez gəlim. Bəli. Ümumiyyətlə hər bir insanın hansısa uşaqlıq illərində, ötənlərdə o şüuraltı musiqi zövqünün formalaşmasında hər hansısa dinlədiyi musiqilər olur, sənətkarlar olur və o da yaşadığı mühitdən asılı olur ki, məsələn sən harda yaşayırsan, keçmiş nə bilim Bakının Sovetskisi olsun, nə bilim Bakı kəndləri, yəni hər kəsin öz seçdiyi bir mühit olur ki, onun səda, o ab-havanı sanki ona hopur. Sizin bax ötənlərə nəzər salsaq, ən çox o sizə təsir edən, dinlədiyiniz ifaçılar, musiqi kimlər olub? Mənim uşaqlığımdan dinlədiyim ifaçılar olub, belə bizim klassik müğənnilərimiz olub. Klassik deyəndə ki, Mirzə Babayev, həmişə biz evdə onu dinləmişik. Şövkət Ələkbərova, Rəşid Behbudov, Zeynəb Xanlarova. Yəni bizim o əhatədən asılı deyil, mən istədiyim o yəni evdə bunu dinləyirlər və yaxud ondan irəli gəlmir, insan zövqündən asılıdır o. Yəni insanın zövqünü korlamaq da olur, tərbiyə eləmək də olur. Bəli, baxır hansı musiqidir, bəli, hansı... Əvvəllər mən uşaqlığımda yadıma gəlir ki, mən bunu hər dəfə, hər yerdə deyirəm, efirləri açanda və yaxud radio evdə o vaxt var idi, mətbəxdə. Aha. Onu dinləyəndə ömür boyu bizdə çox gözəl musiqilər səslənib Azərbaycanda. Ona görə də bizim toy məclislərində də, efirlərdə də elə müğənnilər çıxıblar ki, biz onlarda dinləyib zövq almışıq. Amma indi heyf ki, çox heyflər olsun ki, Azərbaycan musiqisinin bəzi naməlum yerlərə yönləndirirlər. Bəli, təəssüf, yəni əslində bugün hər kəs, hər bir sənət adamı ilə bilsəm, söhbət olanda çox təəssüf ki, hər kəsin dilindən eşidirik o sözü. Bilirsiniz necədir, mən sizə bir söz deyim, bunu hamı deyir, bütün müğənnilər deyir, amma özləri də ifa edirlər nəyəsə görə onu. Gəlirə görə, reyting baxımıdır. Bunu yəni mən həmişə deyirəm, heç kəs bizim sənətdə acından ölmür. Hamı pulunu qazanır, hamının gəliri var. Sadəcə bir şey var ki, çox gəlsin söhbəti var. Ona görə də hamı çıxır deyir. Mən məsəl üçün bizim bir çox yarışmalara da baxıram. Çıxırlar oraya birinci çıxanda təzə müğənnilər klassik əsərlər oxuyurlar. Başlayırlar çox gözəl repertuarla gəlirlər. Adam qulaq asır deyir, ay canım. Məsəl üçün indi hara gedək filan hansısa bir məkana bunu dinləyək. Gedirsən orada qulaq asırsan ki, başqa şey oxuyur. Tamamilə başqa şey oxuyur.
deyirsən, niyə eləyirsən bunu? Pul buradadır da. Pul mən ifa eləmirəm də. Mən neçə illərdir mən hətta bir şadlıq evi var idi. Mənə dəvət eləmişlər. Mən tezə başlayırdım oxumağa. 90-cı illər idi. Əvvəllər, ortaları 90-cı. Mən də həmin məkanda hər gün toy idi. Hər gün. Aha. Mən də oxuyurdum. Mən ümumiyyətlə dinləyicilər üçün oxuyurdum. Həmişə eşitdiyim mahnılardır. Zeynəb Xanlarovadır, Şövkət Ələkbər. Bu repertuarı oxuyurdum. Yəni xalq mahnıları oxuyurdum. Gəlirdilər mənə, bəs filan mahnını oxu, filan mahnı. Deyirəm, mən onları oxumuram da. Gəl mən bunu oxuyum. Yox, biz onu istəyirik. Axır mənlə, hətta orada musiqi rəhbəri qeyd etdi ki, sən pul qazanmaq istəmirsən, oxu da bunları. Mən deyirəm ona, bizim Cəbiş müəllimə baxmısınız. Deyirəm, orada bir dənə söz var. Deyirəm, mən sabun pişirməyəcəm. Dedim, mən o repertuarı oxumayacağım. Deyəm, mən nə incimiyim. Mən çıxdım oradan, həmən o məkandan, işdən. Hər gün toy olan məkanda, yəni təzə başlayırdım da. Hamı deyirdi ki, hər gün pul gəlir. Amma mən çıxdım oradan. Getdim, elə yer tapdım ki, orada xaricdən qonaqlar gəlirdi. Xaricdən gələndə də bizdə bizim müğənnilərdə bəzilərində, bir restoran müğənnilərində belə bir xüsusiyyət var ki, başlayırlar o xaricin ölkənin mahnısını ifa etməyə. Onlara xoş olsun deyə. Mən də deyirəm ki, bu onlarda var da. Yəni sən öz musiqini təqdim elə ona. Qoy ona qulaq asın. O onu özündə gedir ölkəsində eşidir onu. Və ondan da yaxşı ifadə bilməyəcək. Əlbəttə ki, heç vaxt ondan gözəl. Bəlkə də eləyərsən, amma o onu qəbul eləyəcək. Onu qəbul eləməyəcək. Onun musiqiçisi onu qəbul eləyə bilər. Yəni orada milizmatika, bizim milizmatika eşitsə deyər, bu nəsə, necə ki bizdə Vaqif Mustafazadə caz bütün dünyada ifa olunan. Vaqif Mustafazadə ora muğam qatdı, bütün dünyada hamı mat qaldı ki, bunu da eləmək olar. Eynən. Sən onu elə ifa elə ki, onu musiqi duyumu olan onu anlasın və ondan zövq alsın. Ya da ifa eləmə. Öz musiqini ifa elə. Necə, hansını eləyirsən elə, amma gözəl musiqini təqdim elə ki, yəni bu mənim musiqimdir. Bəli. Çox gözəl bir mənli gəlir ki, bir mesajdır. Bir çoxlarına, çünki bizə gələn qonaqları, Bakının qonaqlarını öz sərvətimizlə, öz bəstəkar mahnılarımızla, necə deyərlər, feyziyab etməliyik, zövq verməliyik, tanıtmalıyıq. Həm də bu bir missiyadır. O vaxtı bizdə necə idi? O vaxtı deyəndə ki, mən uşaqlıq vaxtımızı götürək də, bütün filmlərində, mahnılarında həm Azərbaycan versiyası vardı, həm Rus versiyası. Bəli. Elə Müslüm Ağamayeva məsələn o vaxt oxuyurdu. Mənə deyəndə ki, sən niyə belə ifa eləyirsən? Bir bəndin, Azərbaycanca bir bəndin Rus dilində. Deyirəm, mən özüm Rusiyada yaşamışam bir çox müddət. Deyirəm, mən hər dəfə oxuyanda Azərbaycan mahnıları bizim Bakı Azərbaycan restoranında çalışırdım. Deyirəm, hər dəfə mənə yaxınlaşırlar ki, mahnı çox gözəldir, musiqisi. Sözdən başa düşmürük. Deyirəm, mən onu görüb bir bənd belə oxuyurdum, bir bənd belə ki, yəni ham çatdırım olar ki, bu söhbət burada bundan gedir. Əslində zamanda Rəşid Behbudov da elə oxuyub, yəni bizim o bəstəkar mahnılarımız hətta dünya xalqlarının dilinə belə tərcümə edərək, amma yenə də bizim mahnılarımız. Bizim mahnılarımız, əlbəttə ki, onu ifa eləmək lazımdır. Öz mahnılarımızı yəni başqa dilə çevirib oxuy. Onu təqdim elə, qoy başa düşməyən başa düşsün. Tamamilə doğrudur. Bu sizin duetiniz idi Ceyhun bəy və hətta istərdim bu barədə danışasınız, məlumat verin. Bu barədə mən sizə bir qısaca olaraq danışım. Düz qısa danışmaq olmur. Brandon Stone'la yazdırmışım dueti. Mən onunla dostluq eləyirəm. Düz çox müddət deyil dostluğumuz. Bəli. Rusiyada mən bir toy məclisinə dəvət almışdım qonaq kimi. Dostumun qızının toyudur. Həmin o qızın da 1 yaşında mən oxumuşdum. Sonra mənə toya dəvət edəndə mən çaşdım, qaldım. İllər uçur. İllər uçur, gedir. Mən bizim Yahudi dostlarımızın orada toyudur. Mən Brandon da orada səhnə alırdı. Mən də bilmirdim, xəbərim yox idi. Bizim də tanışdığımız yox idi. Mən toyda elə rəqs edəndə Brandon səhnədə idi. Başladı Samolyot Baku Moskva Yubiyaqubov mahnısını oxumağa. Bizim də tanışdığımız yoxdur. Yəni mən onu tanıyıram, bilirəm ki, belə bir adam var, belə müğənni var, gözəl sənətkar var, amma onun mənə tanıdığını bilmirəm. Yəni mən də oynayıram özüm üçün səhnənin qabağında. Bütün mənə gördü belə əli ilə çağırır səhnəyə. Mən də belə çağırıb baxıram. Kimdəndir o? Kiminləndir? Mən görsədi çağırır.
qalxdım, mikrofonu uzatdım mənə belə ki, bəs oxu. Oxudum bu ilə Samolyot Bakı Moskvanı, sağ ol düşdüm aşağı. Sonra kulis arxasına keçəndə məni çağırdı. Yaxınlaşdım, görüşdü ilə açıb telefonunu orada musiqi portal proqramı ki var. Açıb onu görsədi öz playlistini deyib, bax mən çox istədiyim mahnıya qoyub mən üçün darıxdımı, mənim ifamı. Mən bu mahnı üçün ölürəm deyir. Mən istəyirəm bunu sənə duet yazdırım. Dedim onun duet yazdırmağın adı yoxdur, da qıza həsr olunub. Ehtiyac yoxdur yəni. Yəni dedim onu bir-birimizə oxumayacaq ki onu dedim. Başqa mahnı ifa edərik. Nə mahnı deyirsən eləyə deyir. Tək ki sizinlə duet oxumaq istəyi var. Dedim problem deyil. Həmən ərəfədə də mən Bakıya qaydanda mənə bir də mahnı göndərdilər. Həmən bu mahnını Bakı mənimi. Sadəcə Azərbaycan dilində idi. Mahnı da çox şirin mahnı idi, amma biraz başqa cür idi. Biz onu dəyişdirdik. Mən göndərdim onun brendinə. Deyirəm bir dənə qulaq as buna. Deyirəm mən buna yazdım. Deyirəm очень сладкая песня. Yəni deyirəm çox şirin mahnıdır deyirəm. Mənim xoşuma gəlir. Gör xoşuma gəlirsə, mən rus dilində sənin üçün asan da olsun deyə söz yazım. Yazdırım, onu sən ifa elə. Bəli. Göndərdim buna bir dörüm zəng edib mənə. Bu nə mahnıdır belə. Mən başa düşmürəm sözlərini. O çox qəşəngdir. Bəs gəl eləyək. Deyirəm eləyək. Mən verdim aranjmanı onu. Sözlərini yazdırdım rus dilində. Aranjmanı öz partiyama oxudum, göndərdim buna. Bəli. Bunun da həmən ərəfədə Bakıda konserti olmalı idi. Deyirəm sən tələs onu ifa elə. Yəni Bakıya gələndə çatdırsın. Konsertdə təqdim edək. Bəlkə mən deyir, hələ sözləri yazılmamışdı. Mən buna göndərdim mahnını. Dedim, mən öz partiyamı oxumuşam, sözləri belə öz tərcümə elədim, o üçün göndərdim. Dedim, sözlər budur. Yəni ona uyğun özün söz yaz. Bu da biraz vaxt baxımından onda konsertə hazırlıq gedir, məşqlər gedir. Deyir, mən çatdıra bilmirəm. İndi görüm, əgər çat, dedim, yaxşı gözlə. Müraciət elədim, özüm sözlərin yazdırdım bunu. Göndərdim, dedim, sözləri də hazır. Nə istərsən? Oxu deyirəm. Nə yaxşı deyir, bəs yazdırdıq oyla, təqdim elədik. Konsertdə çox gözəl də qarşılandı. Yəni, sağ olsun. Və hətta bildirim, şəhərə bir gəzintiyə çıxıb bir video rolik də çəkmişsən. Konserti sabahsı günü, mən ona dedim ki, bəs gəlirəm dalınca, gedərik bir dənə video rolik çəkərik də, video çark çəkərik. Bu da klip baxımından, klip çəkməkdə biraz şeydir də, tərs adamdır. Onun istədiyi olmalıdır. Kaprizi var yəni. Çox kaprizi var. Dedim, yəni şey istəyir də bu insan. Yəni keyfiyyətli bir məhsul təqdim etməkdir. Bu əslində gözəl bir cəhətdir. Mən də ona deyirəm ki, keyfiyyətini biz çatdırmayacağıq. Çünki sən 2 günə gedirsən. Gəl elə belə çəkək, şəhərin içində gəzintimizi, ora bura mən sən onu görsəm. Getdik çəkilişləri elədik. Sonra yığdım, göndərdim bana, montaj elədim. Ay nə qəşəng alınıb. Bəyəndim. Deyirəm ya burada ekspromda alınan bir şeylər. Məcbur gətirəsən orada işıqlar onu. İndi cəmaət telefonla çəkir dedim ya. Əsas odur ki görüntü olsun. Bəli, YouTube kanalında da həmin o musiqi nömrəsində video roliki izləmək mümkündür. YouTube'dan danışarkən bizim verilişimizin də bütün buraxılışları həm Mədəniyyət Nazirliyinin rəsmi YouTube kanalında, eyni zamanda Dalğa FM radiosunda YouTube kanalında yerləşdirilir. Oradan da bizim söhbətimizi video versiyasını izləyə bilərsiniz dostlar. Eyni zamanda bütün musiqi platformalarında Spotify, daha dəqiq desək Amazon və Apple-da bizi oradan da tapın, dinləyin. Və bayaq siz Mirzə Babayevin adını söylədiniz Ceyhun bəy. Zamanında Azərbaycanda o yeni bir cərəyan edirdi və məhz yaradıcısı kimi, şanson janrının yaradıcısı kimi Mirzə Babayevin adı günü bu gün də çəkilir və əslində elə sənətkarlar var ki, onlar bu gün yaşadırlar bu janrı və hamısı Mirzə Babayev məktəbinin davamçılarıdır desək, yəqin ki, siz də razılaşarsınız. Çünki hardasa siz də yəni bu məhz sənətkarların yolunu davam etdirirsiniz bu gün. Əlbəttə ki, ümumiyyətlə şanson şəhər musiqisidir. Bəli, şəhər musiqisi. Yəni Mirzə Babayevdən qabaq da olub bu. Bəli. Sadəcə bunu o vaxtı kasetlərə, vallara, efirə çıxardan
Bəli, ifaçı. bəli. Daha peşəkarcasına efirə çıxarır. O Mirzə Babayev, Allah ona rəhmət edir. Hətta mən Mirzə Babayevlə bir toy məclisində iştirak eləmişəm. Mən bu yaxınlarda o balaca CD kasetlər var idi. Əvvəllər, Audio kasetlər var idi. Onu tapdım. Kompakt kaset deyidilər ona. Orada mən təzə vaxtlarımdır. Toya gəlmişəm, toy oxuyuram. Bir də görürəm, girmişəm toy zalına. Həmən zalda çox müğənnilər, sənətkarlar əyləşmişdir. Mirzə Babayev, Elmira Rəhimova, Flora Kərimova, İlhamə Quli. Elbir ki, konservatoriya imtihana gəlmişəm də. Mən girdim, çaşdım, qaldım beləcə ki, mən burada nə oxuyum? Düzdür, mən bayağı mahnı ifa eləməmişəm də. Şəhər mahnıları ifa eləmişəm, həm də bəstəkar mahnılar. Dedim, ancaq verim gücü o tərəfə də. Bəstəkar mahnılarını, bir də xalq mahnı. Elə oxuyurdum, gülə bilməz günümü oxuyurdum. Bir də Mirzə müəllim yaxınlaşır mənə. Mən belə üzümü fırlatdım, onda da bir şey var idi da, kimsə xoşuna gəlməyəndə qapaz qoyardı, ya qışqırardı. Ya açıq deyəcəkdi sözünü. Qışqırardı adamın üstünü. Mən də belə üzümü belə çəkdim ki, gözləyirdim nəsə gələcək. Mikrofonu götürdü məndən, başladı oxumağa rus dilində həmən mahnını. O Bahar Sənsiz mahnısı. Mən belə əlini qoydu çiynimə. İndi bilmirəm hansı toyda idi, bilmirəm də. Yəni o video yəqin ki var kimdəsə toyun yəsində. Həmən anda mən belə İmtahandan keçdim. Dedim, nə yaxşı da. Düzdür ki, səs kalı idi. Mən də o vaxt təzə başlayan vaxtlarım idi. Biraz düzgün ifa eləmirdim. Müəllim yanına təzə gedirdim. Bəli. Amma ki, yəni bəyəndi də deyək. Amma bir xatirə qaldı sizə. Əlbəttə ki, qaldı. Mirzə Babayevlə. Mənim hətta şəkillərim də var idi. O albomu itirdim Rusiyada yaşayanda həmin. O vaxt Elçin Cəlilov rəhmətli ilə, Mirzə Babayevlə, İlhamə xanımla bütün toy albomu var idi məndə bir dənə. Mən onları Rusiyada yaşayanda özümdə idi. O itdi orada getdi. Təəssüf ki, bəzən bax, həmin o led yazılarını bəzən deyirlər, o köhnə kasetlər də olurdu. Yəni yenidən bərpa etmək üçün zaman lazımdır. Bəlkə də onu əl çatmaz olur insana, amma indi deyir insan hər şeyi artıq musiqi platformalarında, YouTube kanalında yerləşdirmək olar, amma keyfiyyəti pis olsa da, amma bəzən görürük ötən illərdə, bax məsələn sizin kimi məsələn Mirzə Babayevlə olan dueti siz də yerləşdirə bilərsiniz. Yəni çünki bu fəxr edici bir məqamlardır. Əlbəttə ki, mən onu eləmək fikrim var. Mən özüm onu inşallah diskə köçürdük. Bəli, daha keyfiyyətli olsun deyə. Daha keyfiyyətli bir balaca əl gəzdirəcəm onu. Bəli. Ondan sonra məncə də edin, maraqlı olar bizə də izləmək o videonu. Bir də səs tembrinizdə, ifa tərzinizdə biz bir çox sənətkarlarımız söylədik. Şəxsən bilmirəm, nədənsə bəlkə də yanılıram. Amma sanki Arzu Rzayev boğazını da mən sanki duyuram, hiss edirəm sizin ifa tərzinizdə. Bilmirəm. Deyiblər mənə onu. Deyiblər? Bəli, deyiblər. O daha doğrusu çox illər əvvəl mən ifalar eləyəndə bir balacaya oxşadırdılar mənə. Deyirlər ki, bu Arzu Rzayev, ikinci Arzu Rzayevdir. Mən də dedim, yox, amma mən onu bilmirdim, sözün açığı mən heç vaxt kopyalamağı xoşlamamışam. Mən həmişə, hətta indi də deyəndə bir çox müğənniyə də deyirəm ki, məni dinləyəndə, yəni özümdən danışıram, məni dinləyəndə bilirlər ki, Ceyhun oxuyur. Əlbəttə. Amma elə müğənni var ki, qulaq asanda bilmirsən, ayıra bilmirsən. Bəli, o da var. Və zamanında biz o ötən illərin müğənnilərini yada salırsa, onlarla işləyən əlbəttə bəstəkarlarımız da olub. Məsələn, Eldar Mansurov da bugün şəhər bax musiqisi dedik, əsl estrada, pop musiqisi. Sırf Eldar Mansurov da bax bu sənətkarların hər biri ilə çalışıb, hər biri üçün bəstələyib. İşbirliyiniz olubmu sizin də? Eldar Mansurovun mən 2 mahnısını ifa eləmişəm. Yox, daha doğrusu çox ifa eləmişəm. Sadəcə həmən ərəfədə ki, mən Rusiyada yaşayanda mənim o bəzi səs yazmalarım var idi, onun ifa edədiyim mahnıları, onlar itdi getdi məndə. Qalan mahnılar var, yəni bağçadan gələn səs var. Eldar Mansurovun ilk yazdığı mahnısıdır. Seydağa Hadıyevin oxuduğu. Birinci mahnısıdır o, onu yazdığı mahnıdır. Mən onu yeni aranjman elətdirdim. Göndərdim onu Eldar Mansurova. Deyirəm ki, Eldar müəllim, bəs mənim onunla da
münasibətim çox yaxşıdır. Yəni deyirəm Eldar müəllim bir dənə qulaq asardı, zər xoşunuza gəlirsə mən bunu üzə çıxardım. Diyorum mənə bir dənə belə məktub yazıb ki, Dastan. bu mənim deyib 16 yaşımda yazdığım mahnıdır, birinci mahnımdır. Mən elə istəyirdim bunu kimsə təzədən yeni nəfəs versin. Nə xəbər vermisən? Sən bunu deyir elədin. Deyirəm, deyirəm xoşunuza gəldisə buraxım da. Çünki orada aranjman da tam fərqlidir. Yəni o köhnə eşitdiyimiz o biraz ritmik. Bəli, o danduzu asamblıyla idi, bəli. Orada biraz ritmikdir. Amma mən ifa elədiyim tam başqa cürdür. Deyirəm ki, deyirəm çox qəşəng mahnıdır, xoşuma gəlir. Özü mənə dedi ki, indiki ağlım olsaydı onu yazmazdı. Çünki o mahnı gözəldir, melodiya gözəldir, sözlər də gözəldir. Mən bir dəfə toyda yaxınlaşdılar ki, bir də o mahnını oxu da, bağçadan gələn səsi. Dedim, adamı döyərlər toyda, dedim. Orada sözlər var. Səni yana sana aparırlar səni bəyin yanına. Pis başa düşərlər, dedim. Olmaz axı deyirəm. Bunun toy mahnısı deyil. Amma çox qəşəng mahnıdır. Çox qəşəng mahnıdır. Eldar Mansurovu da salamlayırıq. Bu yaxınlarda bizim qonağımız olmuşdu. Bəli, həqiqətən də Bakı musiqisi içəri şəhər, o ötən illər həm də Eldar Mansurov adı ilə sanki bir yana səslənir və Rüfət Mehdiyevi də yada salaq. Allah rəhmət eləsin. O da illər əvvəl onunla da ünsiyyətdə olmuşdu, qonağım olmuşdu. Çox təvəzzükar bir insan və heç insan ağlına gəlməzdi ki, mahnını Rüfət Mehdiyevdən sonra yeni həyat vermək mümkün imiş və bunu siz illər əvvəl etdiniz, ikinci həyat verdiniz bu mahnıya. Artıq neçə il keçib üstündən? O 2005-ci il. 20 ildir ki, bəli, bu mahnı bu gün də mənə elə gəlir ki, hər kəs indi dinləyicilərimiz də gözləyirlər ki, o mahnı nə zaman olacaq? Sizin də vizit kartınıza çevrilib artıq. Bəli, darıxdım. Nadir Əzimovun Nadir Əzimov sözləri xanım İsmail qızının Rüfət Mehdiyevin Allah rəhmət eləsin repertuarına mən müraciət elədim o vaxtı. Onu aranjmanı elədilər demək Amerikada. Artem Kanevski var. O elədi. Saksafonda David Davidov, İsraildən. Sonra Şahin Əliyevdi gitarada. Onu da həmən o mahnıdan mən başladım. Necə ki Rusiyada yaşayanda deyirlər ki qəşəng melodiyadan nə oxuduğum bilinmir. O vaxtda mən onu oxudum Rüfətin aranjmanında swing üstündə gedir. Azərbaycanca sonra yazdım onu rus dilində özüm sözləri. 2 bəndini də yazdım rus dilində. Yəni tərcümə elədim də. Oxuyurdum rus dilində. Məcbur ki başa düşsün. Ki anlasınlar mənasını, məğzini. Sonra Rüfət Mehdiyevin yaradıcılıq gecəsi olmalı idi Bakıda. Eləmək istəyirdilər. Mənə də dəvət eləmişlər ora ki, bəs belə bir ideya var. Düzdür, baş tutmadı. Ay, təəssüf. İstəyirik, sən də orada ifa eləyəsən. Mən də Rüfətin repertuarından 2 mahnıya müraciət eləmişəm. Uzun gecə, bir də Darıxdım. Həmən ərəfədə də bizim ümumi dostumuz var idi. O da rəhmət eləyir, Allah rəhmət etsin. Ramiz Babayev, o da o Brilliant xanım oxuyurdu. Samolyot, этот самолет меня уносит. Nazim Faytonçunun yuxu mahnısı. Onları bəstələyən Ramiz Babayev, özü də çox gözəl müğənni idi. Çox mahnılar var onun. Yəni mən onun repertuarına müraciət eləmişəm. Dostluğum var idi onunla. O mənə dedi ki, o da rus dilli, mən darıxdımı ifa eləmək istəyirəm Ceyhun. O da bilmirdi mən buna sözlər yazmışam, mən hazırlamışam. Deyirəm, amma sözlər biraz mənim üçün çətindir. Deyirəm, mən rus dilində yazmışam da ona söz istəyir, verim onu oxuyarız. Lap yaxşı oldu, bəs sən nə ifa eləyəcəksin? Mən deyirəm, mən uzun gecəni ifa eləyərəm də. Lap yaxşı, verdim ona rus dilində sözlərini. Sonra elə oldu ki, alınmadı, Ramiz də rəhməti getdi, mən klip çəkdirdim həmən mahnıya. Klipi də saxlamışdım, mahnını da saxlamışdım. Nadir Əzimovun oğlu ilə mən dostluğum var, zəng elədim onu. Deyirəm, mənə papa ilə görüşdür, deyirəm, işim var. Bilirəm nə işdir, deyirəm, bilmirsən də görüşdür. Sən demək, bunlar dinləyiblər onu. Eşidib Nadir Əzimov. Hardan gedib, çünki mən o studiyada
səs yazmanı elədik, aranjman, hər şey elədik. Mən heç ara buraxmadım bunu ki, icazəsini almalıyam da. Oradan studiyadan göndəriblər. Bir də telefonla kiməsə ki, qulaq asın. Yəni yenə də yaxşıdır da mənim üçün. Getdim Nadir Mərgili, deyirəm Nadir mən sizin darıxdımı ifa eləmişəm, deyirəm, gəldim halallığını almağa da. Eşitmişəm deyir, xoşuma gəlir, çox yadırım, orada eşitmişəm. Mənə göndəriblər, qəşəng oxumusan. Hər dəfə də mənə yığır, Nadir mənim danışanda, oxumusan da bu darıxdımı da, oxumusan da. Deyirəm, mənə çox sağ ol Nadir mənim. Nadir Əzimov bizdə qonaq olanda da eyni sözü dedi. Bəli, çox bəyənir sizin, məhz sizin ifanızı. Çünki bildiyimə görə onun bu mahnısına hətta bir neçə ifaçılar müraciət ediblər və bəyənmədiklərini də elə dilə gətirib, söyləyib. Yəni orada sözlər o darıxdımdır, darıxmaqdır da. Yəni elə ifa eləyənlər var ki, orada darıxmırlar. Yəni mahnını ifa eləyəndə haqqını vermək lazımdır. Mən onu belə ifa eləmişəm, mən beləyəm. Yox, sadəcə mənim aranjmanım, mənim ifa tərzim daha çox darıxmağa yaxındır da. Yəni o var, o var. Onu siz amma burada o vaxtı Rusiyada yaşayanlar dediniz. Orada aranjmanı, sözlərin o vaxt eləmişəm, amma səs yazmanı burada oxumuşdunuz, bəli. İsmail Əsədov yazmışdı. İsmail Əsədov yazmışdı, bəli. Qoşuluram, salamlayıram və Nadir Əzimovu da salamlayıram. Onun da yubiley konserti olacaq. İyulun 6-sı səhv etmirəmsə. 5-i. Mən də o konsertdə siz də oradasınız. Bəli. Nadir Əzimovun da Azərbaycan musiqiləri, sənətində böyük töhfələr verib və onlardan biri də, bəli, Darıxdım mahnısıdır. Ceyhun Bakinski ifasında. Yavaş-yavaş söhbətimizin, bugünkü buraxılışımızın sonuna gəlib yaxınlaşıq və mən bir daha söyləmişdim ki, heç təəssüflənməyin, əgər yeni qoşulmusunuzsa, bizim söhbətimizi bütünlüklə Mədəniyyət Nazirliyini və Dalğa FM radiosunun da YouTube kanalından da izləmək mümkündür və bir məqama diqqət yetirdim. Ceyhun bəy, siz həm də mahnıları oxuyanda bəstəkarlardan, onlardan o icazəni alırsınız, o halallığı alırsınız. Bu yaxınlarda Eldar Mansurov bizimlə qonaq idi və söylədi ki, axırtıq oxuyurlar, aranjman edilir, hər şey hazır artıq efirdə, sonra zəng edirlər. Deyir, artıq mən nə deyim? Amma efir vasitəsilə də bildirdi ki, yəni icazə vermirəm. Yəni məndən xəbərsiz, məndən icazəsiz. Yəni o əlbəttə ki, yaxşı hal deyil. İstər Eldar Mansurov olsun, istər Nadir Əzimov olsun. Bunu qorumaq lazımdır, əlbəttə. Müəllifi var. Aranjman eləmək olar. Mən məsəl üçün Eldar Mansurov mahnısını Bağçadan gələn səsə aranjman elədim, səs yazdırdım, hazır elədim, saxladım, göndərdim ona. Bəli. Dedim, əgər halallığım verirsə, icazəsini verirsə, mən bıraxım onu. Yox, siləcəm, gedəcək. Ya da qalacaq belə də özü üçün. Yəni, efirə vermədən öncə. Heç ara vermədim, ancaq zəng elədim, icazəsini aldım, halallığını alandan sonra, bəyəndiyindən sonra verdim. Hətta özü də öz YouTube kanalında götürdü, paylaşdı onu. Onun bir səni unuda bilmirəmi də ifa eləmişdim. O səs yazmamı tapa bilmirəm sadəcə. O itib batıb. Hüseyn Ağadıyev oxumuşdu. Bəli, onu da Hüseyn Ağadıyev oxumuşdu. Bir dənə də o gələndə mahnısı vardı. Onu 88-ci ildə Arzu Rzayev ifa eləmişdi. Mən onu rus dilində ifa elədim, Diləminyatı. Orada tar, kaman əlavə elədim, göndərdim ona. Deyirəm, Eldar müəllim, bəs belə. Xoşuma gəlir, çox yaxşı deyir. Üçündə o, mən çox sağ. Halallığını verdi. Halallığını verdi, bəli. Və hətta oxunmayan mahnılar var. Belə reklam arası biz Ceyhun bəylə söhbət edərkən, yəni hər şeyin deyir, vaxtı, zamanı var da. Yəni mahnıları məsələn bəstəkarlardan götürürsən, alırsan, amma əlbəttə bunu təqdim etməyində onu da hardasa artıq təcrübə göstərir ki, bunun vaxtı var. Bu elə qalsın, bunu nə zaman təqdim edək, o nə zaman təqdim edək. Amma həm də hər şeydən danışdıq, duetinizi də qeyd etdik. Bayaq bir duet səsləndi, amma Sadıqla olan duetləriniz. Yəni sizin daha bir tandem var ki, bugün bizim sənət aləmində, o da Sadıqla olan sizin duetinizdir. Düzdür, vaxtımız artıq çox daralır, amma çox istərdik gələn dəfə səsləndirək. Ümumiyyətlə radiomuzda Ceyhun bəyin də duetlərindən elə Sadıqla olan dueti də səsləndirərək və işbirliyiniz davam edir və çox da uğurlu alınır. Bəli, davam edir. Biz Sadıqla hər şeydən dostsuz. Dostluq, ailəvi dostluq biz. Neçə illərdir. Duetlərimiz də ki, bəli, sadəcə mən biraz vaxtıma görə, biraz
baş qarışıq olur. Axır vaxtlar çox oynan yəni o da tələsir həmişə. Başqa müğənnilərin dostlarımızla duet edib, yəni xeyirli olsun deyirəm. Yəni Bəli, bəli. mən heç vaxt ona qarşı olmamışam ki, yəni mənə olmalıdır. Əlbəttə bu düzgün Yəni olmaz. əlbəttə ki, bunun işidir, hər şeydən qabaq. İnşallah bir ideyamız var, iki ideyamız var. Yəni Sadıqla bir papuri eləməliyik. Bir də başqa bir mahnı var, onu indi inşallah baxarıq, görürük. Gözəl olar. Onu Gözləyək o zaman. Mən təşəkkür edirəm sizə Ceyhun bəy bugün gəldiyiniz üçün. Siz sağ olun. dəvət Maraqlı söhbət üçün və həm də bax bu cür bizim Azərbaycanın və Bakımızın şəhər musiqimizi, Bakı musiqimizi, həmin o ötən illərin retro mahnılarını, o ab havasını, nəfəsi, avazını yaşatdığınız üçün mən sizə təşəkkür edirəm. Var olasınız və bilirik necə dünyanın bütün ölkələrində yaşayan, vətəni eşqi ilə döyünən bizim soydaşlarımız da var. Onlarla da siz bilirik ki, tez-tez görüşürüz və orada yaşayanlardan da eşidirik ki, necə sizi sevirlər, sizdə duyurlar, vətənin o səsini sizdən eşidirlər, sizdən alırlar. Yaşatmağa davam edin. Təşəkkür edirik. Siz sağ olun, dəvətə görə. Çox sağ olun, var olun. Minnətdaram. Sonda isə əlbəttə ki, daha bir ritmik Səni yana sanay qız mahnısı Ceyhun Bakinskinin ifasında verilişimizi, Sənətin Səsi verilişini həftə içi 5 gün saat 11-12 arasında dinləyə bilərsiniz. Bugünlük bu qədər, sabah yenidən görüşmək və eşidilmək ümidi ilə. Salamat qalın.